günler əziz tamaşaçılar. CBC Sport, Palm Sports Arena və başqa adı ilə Neftçi Arenadan canlı yayıma start verir. Bizon Azərbaycan Kubuku çərçivəsində ikinci təsdiqat mərhələsinin sonuncu matçı bir qədər sonra məhz bu stadionda start götürəcək. Neftçi və Moyuq komandaları üz-üzə gələcəklər. Və Neftçi və Moyuq futbolçuları hakimlərin müşahidəti ilə artıq meydana daxil olurlar. Neftçi azarkeşləri aktiv azarkeş qrupu öz tribunasında yerini tutub. Komandalar bir-birlərini salamlayır və gələn heyətlərlə artıq geniş şəkildə, ətraflı şəkildə tanış olaq. Başlayaq meydan sahibi Neftçidən. Qapıda bir Emil Balayev bugün kapitan sarğısı ilə komandasını meydana çıxarıb. 7 Emil Səfərov, 47 Murad Məmmədov, 45 Vensan Abubakar, 14 Edvin Kuç, 6 Seside Almeida, 24 Mustafa Sek, 5 Igor Ribeiro. Və Moyuq komandasının heyəti. Qapıda bir Zeynal Əhmədzadə, 24 Nihat Tamazov, 5 Nihat Qurbanlı, 11 Seyxan Fərəcov, 70 İbrahim Novruzov, 7 Samir Məhərrəmli. Saatda baxır Vüqar Həsənli və işarəsini verdi. Neftçi Mərkəzi Ordu İdman Klubu qarşılaşması Bizon Azərbaycan Kubuku ikinci təsdiqat mərhələsi çərçivəsində başladı. Topa ilk toxunuşu məhz hərfçilər etdi. Dərhal uzun ötürməkləri. Və sözsüz ki, onun üçün kubuk oyunu özünü göstərmə mənasında yaxşı bir şanslı. Emil Səfərov irəliləyir və ona qarşı qayda pozuntusu var idi, deyir Vüqar Həsənli. Cərimə zərbəsini yerinə yetirəcək Neftçi futbolçuları. İşarə verildi. Murad Məmmədov birbaşa qapıya zərbə yaxın küncə. Az fərqlə top qapıdan aralı keçir. Daha bir hücum Neftçidən Luis Ortiz. Abubakar. Abubakar'ın ilk zərbəsi və gol! Vensan Abubakar bu maçda ilk zərbəsi ilə fərqlənir. İnanılmaz bir şeyler baş verir Abubakar ətrafında. İki zərbəsi var Neftçi forması. İkisi de gol olub. Vensan Abubakar hesabı açır Palm Sports Arena'da. Murad Məmmədov. Abubakar. Abubakar onun mübarizə aparmağa bəzi çox çətindir. Abubakar topu saxladı. Murad Məmmədov. Məmmədov! Burada Vensan Abubakar'ın ötürməsi, yenə də gol ötürməsinin müəllifi ola bilərdi. Vensan Abubakar. Top tikisi hərfçilərdən. Vensan Abubakar. Murad Məmmədov. Murad. Mərkəzə meyillənir. Metio tək toxunuş. Dəyə götürmə. Kostin zərbəsi uzaq küncə və avtogol. 2-0. Baxaq təkrara. Nihat Qurbanlı üçün. Əlbəttə ki, Murad Məmmədov hücumun təşkilində aktiv iştirak etdi. İfani Metio ötürməsi Kostin istiqamətində. Offside də yoxdur. Offside-ı da pozan Nihat Qurbanlı idi. Daha sonra Kostinin əslində qeyri-dəqiq alınan zərbəsindən sonra top Nihat Qurbanlıya deyərək qapıya daxil oldu. 2-0. Murad Məmmədov. Murad hər iki meydanda Neftçi niyyətinə yaxşı futbolçudur. Bir mənalı olaraq. Daha bir qayda pozuntusu ona qarşı bu dəfə Mehrac Baxşalı. Yüksək motivasiya ilə meydana çıxıb bunu rahat şəkildə sezmək mümkündür. Belə də olmalıdır. Vensan Abubakar'ın zərbəsi və Zeynal Əhmədzadə komandasını qoldan xilas edir. Beş-altı Neftçi futbolçusu yer alıb, yaxın dirək istiqamət topu göndərdilər. Qaydan top, Murad Məmmədov. Murad yenə də iki futbolçusunu geridə qoyur. Murad topu itirdi yekunda. Nihat Qurbanlı. Kristian Kostin topu qazandırır yenidən Neftçiyə. Əks hücum, qapı qarşısına ötürmə. Az qala yenə də birbaşa top qapıya daxil olacaqdı Kostinin cəhdindən sonra.
paslaşırlar. Tempi artırmadan, tələsmədən. İndi Murad Məmmədov ötürməsini edir. Abubakarın zərbəsi və gol! 3-0 Vensan Abubakarın şousu devam edir. Murad Məmmədov ötürməsindən sonra Abubakar yenə də bir toxunuşla topu qapıya göndərdi. Neftçi 3, Moik 0. Abubakarın ciddi üz ifadəsi də dəyişmir qollardan sonra. Samir Məhərrəmli istiqamətində Tamazov bu ötürməni verdi. Samir cərimə meydançasında bir rəqibini aldatdı. Samirin ötürməsi və inanılmaz bir vəziyyət. Daha bir zərbə və gol! 3-1. Komandalar fasiləyə yollanırlar. Və ikinci hissə başladı. Gəlin heyətlərə nəzər salaq. Mövqeydə qərarlaşıb, yəni solcuna Vingiri mövqeyində. Ortiz isə Mustafa Səkin mövqeyinə keçib. Bu arada Moik daha bir gol vura bilər. Ötürmə qapı qarşısında və gol! 3-2. Arkadaşlar yaz ikinci zərbə və gol! 4-2. 61-ci dəqiqədə Neftçi 4-cü golü Moik'un qapısına vurdu. Ağadadaş Salyanski. Baxaq epizod təkrarda Elvin Camalov out atışından sonra mərkəzə topu göndərdi. Edvin Kuçla hücum davam elədi. Kuçun qapı qarşısına ötürməsi. Offside yoxdur. Ağadaş Salyanski başla zərbə indirir. Əhmədzade zərbəni dəf edir, amma təkrar zərbə durmaq üçün özünü çatdırdı Ağadaş Salyanski topa. Və adlı tabloyu yazdırdı. Ötürmə edən Kristian Kossin idi. Kuç deyildi. Kuç. Fərqli nöqtədəydi. Salyanski'nin qolunu təkrarı. Freddy Vargas hücumun solunda. Bu arada Murad Məmmədov qapısı təpədə çıxır. Zərbəsi və gol! 5-2. Murad Məmmədov. Ağadaş Salyanski burada topu saxladı, çevrildi, ötürməsini verdi. Əla gördü Muradı. Murad açıldı boş mövqeyə. Və iki toxunuşla məsələni həll elədi. 5-2. Çıxışda səhvə yol verdi Zeynal Əhmədzadə. Murad bundan çox yaxşı istifadə etdi. Məzahir Məmmədzadə ilə mübarizədən də qalib ayrıldı, amma zədələndi. Həmin epizodda qol vurduğu anda zədələndi və indi həkimlərində meydana daxil oldular. Elvin Camalov, Freddy Vargas, Sambu ile oynadı. Sambu aldadır öndəki rəqibinin. Sambu'nun ötürməsi qapı qarşısı qaydan top. Təhlükə sovuşmayıb. Sesi de Almeida! 6-2. Sesi de Almeida. O da Neftçi formasıyla gol hesabını açır. Hər şey bax burada başladı. Basal Sambu'nun keçidi, zərbəsi, ötürmə qarışıq zərbəsi. Daha sonra Hüseyin Əliyev topu uzanlaşdıra bilmədi. Ağadaş Salyanski topu yenidən Neftçiyə qazandırdı. De Almeida ötürmə verdi. De Almeida'nın zərbəsi rikaşet və top qapıda. Rikaşet burada əlbəttə ki Zeynal Əhmədzadənin planlarını pozdu. Topun hərəkətini dəyişdi və top qapıya daxil oldu. Neftçi 6, Moik 2. Sabah İmişli ilə üz-üzə gələcək. Qəbələ Şəfa oyunu və Neftçi Zirə ilə qarşılaşacaq. Neftçi Moik oyununda ikinci təsdiqat mərhələsində Bizon Azərbaycan Kubuku çərçivəsində Neftçi 6-2 hesabı ilə qələbə qazanır. Heç bir dəqiqə əlavə etmədi Vüqarəsənli ikinci hissəyə. İlk hissədə 3-1 hesabı qeydə alındı və çox maraqlıdır ki, ikinci hissənin hesabı da ilk hissənin təkrarı oldu.